Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Sallallahu aleyke ya Eba Abdillah. Aşura iradlar və həqiqətlər verilişini izləyirsiniz. Bugünkü verilişimizdə olan iradlardan və suallardan biri budur ki, görəsən Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Hüseyin əleyhissalam üçün ağlayıb. Tarixdə buna dəlil var. Kərbəla hadisəsi demək olar ki, İslam tarixinin ən ağır faciələrindən biridir. Amma çox mühüm bir sual var. İmam Hüseyin əleyhissalamın şəhadətinə görə ilk ağlayan kim idi? Tarixi və hədis mənbələrinə baxdıqda görürük ki, İmam Hüseyin əleyhissalam üçün ağlayanlardan biri, nəinki biri, bəlkə birincisi Allahın Rəsulü olan Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm olmuşdur. Bəs Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm nə vaxt ağladı? Kərbəla hadisəsini əvvəlcədən bilirdimi? Bu barədə hansı hədislər var? Və bu hədislərin və hadisələrin əhəmiyyəti nədən ibarətdir? Bu mövzunu İslam mənbələri əsasında gərək biz araşdıraq. İlk məsələ budur. Peyğəmbər sallallahu aleyhi və səlləmin İmam Hüseyin əleyhissalamı olan sevgisi və məhəbbəti. Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Hüseyin əleyhissalama, İmam Həsən əleyhissalama həddindən artıq məhəbbət göstərərdi və onları çox sevirdi. Hədislərdə gəlir ki, onları qucaqlayar, öpər, çiyninə mindirər və hətta məşhur hədisdə buyurulur ki, Həsən və Hüseyin cənnət cavanlarının ağalarıdır. Bunu İmam Həsən və İmam Hüseyin barəsində Peyğəmbər buyurub. Başqa bir hədisdə isə Hüseyin məndəndir, mən də Hüseyindənəm. Bu da Peyğəmbərdən nəql olunub. Bu ifadə İmam Hüseyin əleyhissalamın İslamın qorunmasındakı roluna işarə kimi bir izahdır. Başqa bir məsələ, Peyğəmbər sallallahu aleyhi və səlləmin Kərbəla haqqında əvvəlcədən bildirməsi idi. Bir çox hədis mənbələrində qeyd olunur ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə İmam Hüseynin gələcəkdə şəhid ediləcəyi xəbəri Cəbrail tərəfindən verilmişdir. Bu xəbəri Cəbrailin gətirdiyi nəql olunur. Hədislərə əsasən Peyğəmbər sallallahu aleyhi və səlləm bu xəbəri eşidəndə çox kədərlənmişdi və ağlamışdı. Ümmü Sələmə kimi bir şəxs deyəndə ki, ya Rəsuləllah, nə üçün ağlayırsan? Buyurardı Kərbəlada olan hadisəyə görə. Ümmü Sələmə məşhur bir hədisdə nəql edir ki, o deyirdi ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm qəmli halda idi və ağlayırdı. Sonra buyurdu ki, Cəbrail mənə xəbər verdi. Hüseyin əleyhissalam İraqda Kərbəla adlı bir yerdə şəhid olacaq. Hədislərdə belə qeyd olunur ki, Cəbrail əleyhissalam Kərbəla torpağından bir ovuc götürüb gətirmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm o torpağı iyləmiş və ağlamışdı. Bu hədis, bu rivayət Şiə və bir sıra sünni mənbələrində də nəql olunub. Bu nəyi göstərir? Yəni İmam Hüseyin əleyhissalama ilk ağlayanlardan biri Peyğəmbərin özü idi. Ayşədən də nəql olunan bir hədis vardı. Bəzi mənbələrdə xanım Ayşədən belə nəql olunur, belə bir hədis nəql olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Hüseyni qucaqlayıb ağlayırdı. Səbəb soruşanda belə buyurardı. Ümmətim onu faciəli şəkildə şəhid edib öldürəcək. Bu cümlə çox ağır mənəvi bir xəbər idi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinin öz nəvəsini şəhid edəcəyini xəbər verirdi. Bu Peyğəmbər üçün çox ağır idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin ümumiyyətlə belə halda ağlamasının mənası nə idi? Burada çox önəmli və əhəmiyyət kəsb eləyən məsələ də budur. Peyğəmbər sallallahu aleyhi və səlləm hələ baş verməmiş hadisəyə görə
ağlayırdı. Bu, İmam Hüseyin əleyhissalamın şəhadətinin Allah yanında nə qədər böyük hadisə olduğunu göstərir. Əgər bu hadisə adi bir hadisə olsaydı, Peyğəmbər sallallahu əleyhi və aleyhi və səlləm bu qədər təsirlənərək bu şəkildə ağlamazdı. Başqa bir məsələ və bəzən də sual edirlər ki, niyə İmam Hüseyin əleyhissalamın şəhadəti bu qədər əhəmiyyət kəsb edirdi və mühüm idi? Diqqət edin, İmam Hüseyin əleyhissalam sadəcə Peyğəmbərin nəvəsi deyildi. Peyğəmbərin nəvəsi olmaqdan əlavə İmam Hüseyin əleyhissalam haqqın müdafiəçisi idi, İslamın qoruyucusu idi və Əhl-i Beyt əleyhissalamın imamı idi. Kərbəla hadisəsi İslam tarixində haqq və batilin açıq qarşıdurmasına çevrilmişdi. Peyğəmbər sallallahu əleyhi və səlləm bu faciənin ümumilikdə İslam ümməti üçün böyük sınaq olacağını bildirmişdi. Peyğəmbər sallallahu əleyhi və səlləmin göz yaşları Aşura matəminin əsaslarından biridir. Əgər Peyğəmbər sallallahu əleyhi və səlləm İmam Hüseyin üçün ağlayıbsa, deməli onu yad edib ağlamaq İslamdan uzaq bir əməl deyil. Peyğəmbərin sünnəsidir. Gərək biz də yad eləyib, biz də ağlayaq. Bu dinə biganə deyil, əksinə bu Peyğəmbərin sünnəsi ilə əlaqəli bir davranışdır. Bu səbəbdən Əhl-i Beyt məktəbində İmam Hüseyni əleyhissalamı yad etmək və ona ağlamaq və ona yas saxlamaq mənəvi dəyər hesab olunur. Və bunun üçün çoxlu əcr nəzərdə tutulub Allah tərəfindən. Həzrət Əli əleyhissalamın Kərbəla ilə bağlı bir xəbərinə nəzər salaq. Tarixi mənbələrdə qeyd olunur ki, Həzrət Əli əleyhissalam da Kərbəla torpağından keçərkən orada böyük hadisənin baş verəcəyini buyurmuşdur. Bəzi rivayətlərdə İmam Əli əleyhissalamın da ağladığı nəql olunur. Bu, Kərbəla hadisəsinin, Kərbəla faciəsinin Əhl-i Beyt tərəfindən əvvəlcədən bilinən ağır müsibət olduğunu göstərir. Əli əleyhissalam da illər öncə bu məsələni bilib, yad eləyib ağlamışdı. İmam Hüseyin əleyhissalamın sevgisi. İmam Hüseyin əleyhissalama sevgi Peyğəmbərə sevginin davamıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm İmam Hüseyin əleyhissalamı çox sevirdi. Onun haqqında buyururdu: Allahım, mən Hüseyni sevirəm, sən də onu sevəni sev. Əhəbbəllahu mən əhəbbə Hüseynə. Bu səbəbdən İmam Hüseyin əleyhissalama sevgi göstərmək Peyğəmbərə sallallahu əleyhi və səlləmə sevginin davamı hesab olunur. Hüseynə sevgi, yəni Peyğəmbərin sevgisinə sayğı göstərmək. Kərbəla yalnız bir ailənin də faciəsi hesab olunmamalıdır. Bəzən insanlar düşünürlər ki, Kərbəla sadəcə tarixi ailə faciəsidir. Əhl-i Beyt ailəsinin, xandanının faciəsidir. Halbuki Peyğəmbərin sallallahu əleyhi və səlləmin ağlaması göstərir ki, bu hadisə İslamın gələcəyi ilə bağlı idi. İmam Hüseyin əleyhissalamın qiyamı dini qorudu. İmam Hüseyin əleyhissalamın qiyamı batili ifşa etdi. İmam Hüseyin əleyhissalamın qiyamı İslamın ruhunu və həqiqətini yaşatdı. Göz yaşı və həqiqətdə bu göz yaşının mənəvi bir bağlılığı vardı. İslamda hər göz yaşı eyni deyil. Bəzi göz yaşları mərhəmət, bəzisi iman, bəzisi sevgi və bəzisi də haqqa olan bağlılığın nişanəsidir. Peyğəmbərin sallallahu əleyhi və səlləmin İmam Hüseyin əleyhissalama üçün ağlaması məhz belə göz yaşlarından idi. Bu çox önəmli məsələdir. Bu məsələyə görə biz diqqət edək. Bəs xülasə əgər biz istəsək deyək, tarixi və hədis mənbələri göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm İmam Hüseyin əleyhissalamın şəhadət xəbərini eşidəndə
ağlamışdır. Həm Sünni, həm Şiə qaynaqlarında bu gəlib. Bu Kərbəla hadisəsinin böyüklüyünü, İmam Hüseyn əleyhissalamın məqamını bizə göstərir və onun qiyamının İslam üçün əhəmiyyətini bizə çatdırır. Peyğəmbər sallallahu əleyhi və səlləmin göz yaşları bizə öyrədir ki, İmam Hüseyn əleyhissalamı yad etmək, onu xatırlamaq, onu sevmək, ona məhəbbət göstərmək və onun müsibətində kədərlənmək İslam mənəviyyatının böyük bir hissəsidir. Biz ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.